Herkese salam, kanalıma xoş gəlmisiniz. Qarışıq amma çox maraqlı bir vloqa baxacaqsınız. Ümid edirəm bəyənərsiniz. Qarşınıza çıxır ya yox, çırpanları əzəndə videolar var idi insanlar. Yəni deyiləcək söz yoxdur da. İnşallah ki bunlara dəyməzlər. Yəni yaramır da, yaramır. Gözəllik insanlara bu ölkədə yaramır. Elə bil vəhşidirlər. Üzr istəyirəm ifadəmə görə, amma həqiqətən də elədir. 2 litrelik suyu da aldım. Yarısını içmişəm. Gəzə-gəzə mütləq şəkildə çoxlu su tükətmək lazımdır. Tək arıqlayarkən yox, həm də ki ümumiyyətlə metabolizma üçün və üzünüzün, dərinizin gözəlliyi üçün mütləqdir ki, çoxlu su içəsiniz və bol-bol gəzərsiniz. Mən özümü elə əvvəldən çoxlu gəzməyə öyrəşdirmişdim və ona görə də gəzərkən heç yorulmuram, əksinə gəzməyəndə yoruluram. Deməli, daha sonra 28-də mola gəldim və belə bir qəşəng krasovkalar gördüm. Bunu çox bəyəndim. Həm də ki 36 razmeri də var idi. Mənim ayağım 36-35-dir və elə razmerdə ayaqqabılar görəndə sevinirəm. Belə bir kroplar da var idi. Çox bəyəndim, amma heç birini almadım. Daha sonra 28-dən o tərəflərə getdim və biraz Targovaya çatmamış belə bir qəşəng maraqlı yer tapdım. Oturdum, kofe içdim. Kofe də bildiyiniz nə boyda idi. Əslində mən diyetdəyəm, amma kofe və isti şokolad içməyi çox sevirəm. Burada isə sizə öz kombinimi göstərirəm. İşə gecikirəm, amma gəlin sizə kombini göstərim. Belə bir şal vardı, çox qəşəngdir, rahatdır. Belə bir şalvar geyinəcəm. Daha sonra Temudan belə bir kofta sifariş eləmişdim. Bunu mən hardasa dekabrda sifariş eləmişdim. Belə qəşəng bir koftadır. Bunu geyinəcəm. Və bu çantaya bayılıram. Bacım mənə hədiyyə eləmişdi. Çox rahatdır, hər şeydə yerləşir. Nəsə mən hazırlaşdım. Belə. İş zamanı çox da ətraflı sizə neynirəm falan çəkə bilmirəm. Amma işdən çıxandan sonra rəfiqəmlə danışdıq və dedik ki, gəl görüşək, ən sevdiyimiz məkana gedək. Elmlərdə bir dənə məkan tapmışıq. Düzü biraz bahalıdır, amma çox qəşəng bir estetik görünüşü var deyə bura artıq dəfələrlə gəlirik. Adı da Sayenadır. Çox bəyənirik buranı. Həm də ki, belə bir mənzərəsi olmağı ayrıca çox xoş bir haldır. Mən deməli özümə burada isti şokolad götürdüm. San Sebastian'ı rəfiqəm götürmüşdü. Diyetdə olduğum üçün çox da özümə şirinyatı içməyi, yeməyi qoymuram. Amma irəlidə də görəcəksiniz ki, mən artıq 2 gündür ki, başlamışam keto diyetinə və daha ətraflı növbəti vloqlarda mütləq sizə nəticələrlə bir yerdə vloq çəkib paylaşacağım. Odur ki, mütləq izləmədə qalın və belə bir gözəl bir məkanda hər 5-cü gün belə canlı ifalar və belə mühit olur. Daha sonra yenə özümüzə çay aldıq, çünki hava biraz axşama tərəf soyuqlaşır və belə bir skamyakalar olan yerə gəldik. Instagramda çox görürdük buranı və dedik ki, gəl oturaq, elə çay içək. Uşaqlığa qayıtdığını demədən göstər. Rusiyada yelənməyi çox sevirdim, yelənçəkdə. Biraz da parkda oturub daha sonra evə qayıtdıq. Deməli 6-cı gündür və gəldim yenə diod lazerinə həmişəki kimi. İndi isə buradan hardasa gedəcəm biraz gəzəndən sonra. Saat 3-də də Kriolipolis prosedurum var. Orada yazılmışam, dedim bir gündə hər şeyi həll edeyim, rahat. Oradan da biraz gəzib evə. Oba market var, düşün görüm nə ala bilərəm. Acıdım. Belə bir snack aldım. Bilməm dadı necədir. Bir də 2 dənə dəftər lazım idi. Dəftər də aldım. Bu snackləri heç bəyənmədim. Qiymətinə görə heç də ləzzəti yox idi. Çox bərk idi və rezin kimi. Deməli, indi inşaatçılardayam. Marketdən belə bir sendviç aldım. Club sendviç, çox acımışdım. Hələ ki vaxtıma var deyə dedim, oturum yemək yiyeyim. Aldım bu club sendviçin, çox acımışam. Bir də ki ayran aldım. Nanəli özü. Ben belə bir məhlə tapdım. Oturmuşam, yeməyimi yiyirəm. Hava da çox gözəldir. Əks saat 12-dir, 12-dir. Və mən isə Kriolipolis'ə saat 3-də yazılmışam. Ona görə dedim ki, oturum, ayranımı içeyim, yeməyimi yiyeyim. Belə. Biraz pişirlə də bölüşdüm yeməyi. Yedim, indi gedirəm.
Yaxınlıqda Olivia mağazası var idi. Dedim ki, elə vaxtımı boş-boşuna itirməyim, mağazaları gəzim və Olivia'da endirmə düşən belə bir sponjik aldım. Çox bəyəndim, istifadə eləmişəm. Maraqlı belə bir krujkalar da var idi. Düzün mənim krujkalarım çoxdur, ona görə istəmədim israfçılıq edeyim, amma dedim sizlərə çəkim və paylaşım. Bu isə aldıqlarım. Deməli, kriyo proseduruna gəldim, amma 2 saat tez gəldiyim üçün orada bir dənə yer var, oturacağım. Binanın gözəlliyinə baxın, nə maraqlıdır. Hava da gözəldir. Orada məhlə var, gedib orada oturacağım indi. Gəlin aldıqlarımı göstərim. Baxın, belə bir sponj aldım. Sponjum bitmişdi. Olivia'dan almışam. Deməli, belə bir qaş darayan bitmişdi. Kakraz dedim alım. Bunları çox bəyənirəm. Həm belə daha gigiyenik olur deyə hər zaman bunlardan alırım. Bir də 3 dənə maska aldım üz üçün. Hər həftə birini istifadə edəcəm. Toplamda 12 manat 45 qəpik elədi. Buradan elə baxa bilərsiniz, hər birinin qiyməti nə qədərdir. Nəhayət ki, kriolipolis proseduruna gəldim və bu proseduru çox bəyənirəm. Artıq 3-cü seansımdır. 3 seans qalıbdı və işdən çıxandan sonra təbii ki, metroya qədər ayaqla getdim və belə bir protein aldım. Bazar gündən salamlar. Aldım simitimi, suyumu, litr yarımlıq götürdüm, gedirəm gəzməyə. Turşu lavaş aldım özümə. Düzü mənə olmaz, amma yenə də. Demişdim sizə, qarışıq vlog olacaq. Oradan buradan çəkirəm və bilmirəm, gün ərzində uzun vlogları çəkməyi başaran insanlara həqiqətən xeyranam və növbəti günlərdə burada işdəyəm. İşdə sizə yediyim naharı göstərirəm. Daha sonra işdən çıxandan sonra bol-bol gəzirəm. Burada da sizə çəkirəm ki, gəzirəm. Mən gəzməyi çox sevirəm və çox faydalıdır. Deməli, çərəz yerindən belə bir xurma, şokoladlı xurma aldım. Düşünürəm dietikdir. Xurma və üzərində şokolad idi. Deyim sizə, dəhşətli bəyəndim, xeyr, amma çayla yaxşı gedirdi. Və bizdə işdə belə bir yer var. Alırsınız, ödəyirsiniz və nuş edirsiniz. Sizə istədim növbəti günlərdə onu da çəkim, paylaşım və belə bir yoğurt almışdım və yenə işdən çıxandan sonra rəfiqəmlə ən sevdiyimiz məkana yenə gəldik. Mən özümə isti şokolad götürdüm. Keçən dəfə 5-ci günü gələndə isti şokolad o qədər də ləzzətli deyildi. Bu səfər daha yaxşı idi. Gəlin sizə baxın rutinlərimi göstərim. Deməli, məsələn, makyaj çəkdim və makyajı ilk öncə Gidrafil yağla silirəm. Belə bir markadır Gidrafil yağı. Mən ümumiyyətlə Koreya məhsullarını çox bəyənirəm və mənim üzümə Koreya məhsulları çox düşür. Daha sonra Gidrafil yağı adı üstündə yağ olduğu üçün onu da mütləq yemək lazımdır ki, üzünüzdə səpki olmasın və onun üçün də belə üz yumaq üçün üz penkası var. Və mütləq ki, bunlardan sonra üzü nəmləndirmək lazımdır. Mən də nəmləndirirəm, amma bu səfər həftədə bir dəfə üzümə maska da edirəm. Belə bir maskadır, Rozmandan almışdım. Bahalı deyil, hardasa 2 manat civarında olmalıydı. Avokado tərkiblidir, bunu heç istifadə eləməmişdim, amma qəşəngcə bunu indi üzümə qoyacağım. 20 dəqiqə saxlayacağım və belə. Deməli, mənim səhər yeməyim, nə yeyirəm? Pomidor, bir dilim, burada bir pomidor var. Burada isə yumurta, 2 dənə soyulmuş yumurta, çörəksiz yeyəcəm. Son zamanlar çörək ümumiyyətlə istifadə eləmirəm demək olar. Və üzərinə pendir belə şey elədim ki, belə yeyim. Deməli, bu da mənim günorta yeməyim. Burada simit var. Belə bir şirinyat, bir də sok. Son zamanlar ümumiyyətlə simit yeməyi günorta çox sevirəm. Dəhşət canım çəkirdi. Ona görə də elə düşünürəm ki, ən yaxşısı simitdir. Gəldim termoyorğana. Gözləyirəm. Termoyorğan aparatı baxın budur. Burada uzanırsınız və tərləyirsiniz. Belə. Bu arada kriyoda bu aparatlarla olur. Prosedurdan çıxandan sonra Olivia mağazasına yenə yaxınlaşdım. Gördüm ki, endirimdə göstərir bu maskalar 99 qəpik. Sevindim. Amma əslində bunlara deyilmiş endirim. Çekdə də gördüyünüz kimi. Günorta yeməyim isə belə idi. Daha sonra yenə çıxdım, gəzdim. Çünki evdə otura bilmirəm və belə bir isti şokolad aldım özüm üçün. Lap xaricilər kimi, New Yorkda yaşayan insanlar kimi elə sevirəm. Ya kofe, ya isti şokolad alıb belə qəşəng bu havada
içib gəzmək. Bunu artıq içdim, isti şokolad götürdüm. Əvvəl kofe götürürdüm latte. İndi nəsə isti şokolad çox bəyənirəm. Belə. Baxın buralar necə yaşıllanıb, çox gözəl görsənir. Sabahınız xeyir olsun. Vloglarım çox, məsəl üçün, hansısa bir gün çox qısa olur. Heç bilmirəm nə çəkim. Ona görə bu vlogun adı qarışıq vlog olacaq. Deməli, hal-hazırda süd isidirim. Çünki Nesquik yeyəcəm. Hətta çoxdandır Nesquik yemirdim. Və artıq düşündüm ki, Nesquik yeyim. Diyetdə olsam belə səhər-səhər olar. Çünki bugün olar. Belə bir boş qabda qəşəngcənə yeyəcəm. Nuş olsun südü isidirəm. Elə insanlar var ki, südü isidmir. Mən onları başa düşə bilmirəm. Çiğ süddür, bilmirəm. Yəni, mən mütləq isitməliyəm, amma soyuq istəyirəmsə isidirəm. Sonra onu gözləyirəm ki, soyusun ondan sonra. Amma belə Nesquik'i xoşlayıram ki, isti südlə yeyim. Belə uşaqlığımı xatırlayıram. Hər səhər Nesquik yeyirdim. Bir də belə bir boş qabda. Mənə nuş olsun. Yiyeyim, nuş olsun mənə. Yəni hər kəsə nuş olsun. Göz haqqınızı dediyim kimi halal eləyin. Gəlin sizlərə 65 kilo 600-dən necə 59 kiloya düşdüyümü danışım. Deməli, mən səhər yeməyimi və günorta yeməyimi yeyirdim. Porsiyalarımı isə xeyli azaltmışdım. Bol-bol su tükətirəm. Günə 2-3 litr su içirəm. Gördüyünüz kimi çox gəzirəm və əlavə olaraq mənə ən çox da kömək olan kriolipolis proseduruna yazılmışam. Artıq 3 seans getdim və 3 seansım qalıbdı. Termoyorğan prosedurunu da yanında əlavə pulsuz şəkildə eləyirlər. Onun da 2 seansına getmişəm, qalıbdı 4 seansı. Ümid edirəm ki, daha yaxşı nəticələrə gələrəm. Və belə mən yaxşı kilolara düşdüm. 2 gündür ki, artıq keto diyetinə başlamışam və gördüyünüz kimi gəlmişdim bazara və bazardan sırf baxın bu lavaş, turşu lavaşı almaq üçün gəlmişdim. Canım inarsız o qədər çox çəkirdi ki, ona görə dedim ki, yox, gedib almalıyam. Nə qədər mənə ziyan olsa da. İşdən çıxdım və sizlərə bir şey deyim. Deməli, keto diyetinə başlamadan əvvəl dedim, mən ürəyim istəyən hər şeyi bol-bol yeyəcəm və sonra keto diyetə başlayacağam. Çünki keto diyetdə uqlevod heç olmaz və ona görə də dedim, yox, mən bunları yeyim, gözüm doysun. Daha sonra isə diyetimə başlayayım. Növbəti videolarda keto diyeti və nəticəsi haqqında da sizə ətraflı çəkib paylaşacağam. Mütləq izləyin. Deməli, keto diyetə başlamışam və sabah günorta üçün yumurta qızardıram. Yumurta ümumiyyətlə olar, yağ olar və göstərəcəm onu necə yeyəcəm. Deməli, baxın, bol tərəvəz əlavə elədim. Üstünə həmin o qızartdığım yumurta, 2 dənə qızardılmış yumurtadır və avokado. Çox adam avokado sevmir, mən avokadonu əslində bəyənirəm. Belə bir avokadodur, yarısını günorta yeyəcəm, belə. Baxın, bu da nəticə. Əslində çox görsənir, amma burada demək olar ki, ancaq hər şey tərəvəzdir. Sadəcə 2 dənə qızardılmış yumurta, avokadonun yarısı, tərəvəz və belə çörəksi sabah günorta saat hardasa 3-də 4-də yeyəcəm. Səhər saat 11-də isə yəqin ki, soyulmuş yumurta yeyəcəm avokado ilə. Bu videoluq da bu qədər. Ümid edirəm ki, bu videonu bəyəndiniz. Biraz qısa oldu, amma olsun, əsas odur ki, paylaşıram. Hələlik.